Ən çox ünvanlanan suallardan biri bundan ibarətdir. Əmək kitabçaları hal-hazırda işə qəbul zamanı təqdim olunmalıdırmı? Və ya işdən çıxan zaman kitabçanın təqdim olunmasına ehtiyac varmı? 12 avqust 2024-cü il tarixindən sonra əmək məcəlləsində belə bir dəyişiklik olundu ki, 48-ci maddədə əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər var. Hansı şəxsiyyət təsdiq edən sənəd, əmək kitabçası, tibbi arayış və təhsili təsdiqləyən sənəd. Lakin 12 avqust 2024-cü il tarixindən sonra artıq kitabçanın alınmasına ehtiyac yoxdur və 48-ci maddədə artıq bununla bağlı tələb yoxdur. Düzdür, orada bəzi vəzifələr üzrə, hansı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2014-cü ildə verilmiş fərmanda kağız daşıyıcıda vasitəsilə müqavilələrin bağlanması lazım olan hansı ki vəzifələr var ki, prokurorluq, ədliyyə, vergi, gömrük bu istiqamətlərdə çalışan xüsusi rütbəli vəzifələrdir. Bu istiqamətlər, bu vəzifələr istisna, digər vəzifələr üzrə, yəni onlayn formatda əmək müqaviləsi bağlanılan vəzifələr üzrə kitabçanın alınmasına artıq ehtiyac yoxdur. Bir daha qeyd etmək istəyirəm ki, qeyd olunan vəzifələr istisna olmaqla digər vəzifələr üzrə, yəni onlayn formatda əmək müqaviləsinin bağlanması ehtiyac olan vəzifələrin vəzifələr üzrə işə qəbul prosesi zamanı işçidən əmək məcəlləsinin 48-ci maddəsinə əsasən əmək kitabçasının alınmasına ehtiyac yoxdur. Bundan əlavə başqa bir maddəni də qeyd edə bilərik ki, yenə də 12 avqust 2024-cü tarixindən sonra 58-ci maddədə belə bir ifadə var idi, qeyd var idi. 12 avqustdan qabaq 58-ci maddə əlavə iş yerinin tənzimlənməsi maddəsidir və həmin maddədə qeyd olunurdu ki, əmək kitabçasının saxlandığı müəssisə əsas iş yeri, digər iş yeri isə əlavə iş yeri sayılırdı. Lakin artıq 12 avqust 2024-cü tarixindən o ifadə yığışdırıldı, kitabçanın saxlandığı müəssisə əsas iş yeri ifadəsi yığışdırıldı. Çünki artıq kitabçanın alınmasına və hətta saxlanmasına belə ehtiyac yoxdur. Və digər bir maddədə qeyd olunur ki, işçi işdən çıxan zaman artıq kitabça həmin axırıncı iş günü, sonuncu iş günü, xitam verilən gün işçiyə təqdim olunurdu. O da artıq yığışdırıldı. Və bundan əlavə başqa bir maddəni də qeyd etmək istəyirəm ki, 87-ci maddəyə əsasən qeyd edilir ki, əmək stajını təsdiqləyən sənəd əmək kitabçasıdır. Artıq indi qeyd olunur ki, 87-ci maddədə yazılır ki, əmək stajı barədə informasiyalar elektron informasiya sistemində qeydə alınır. Yəni, bu maddələrə istinad edərək, bu normalara istinad edərək, əmək məcəlləsində edilmiş bu dəyişikliklərə əsasən bir daha qeyd edim ki, cənab Prezident İlham Əliyevin verdiyi fərmanda göstərilən vəzifələr istisna, digər vəzifələr üzrə kitabçanın vəzifələrə işə qəbul zamanı kitabçanın alınmasına ehtiyac yoxdur, saxlanılmasına ehtiyac yoxdur. Çünki bütün informasiyalar, işə qəbul prosesi, dəyişiklik prosesi, xitam prosesi artıq onlayn formatda həyata keçirildiyinə görə və işçinin şəxsi kabinetində bunlar yerləşdirildiyinə görə kitabçanın alınmasına artıq ehtiyac yoxdur.